Vəhşicəsinə döyülərək öldürülən Elgün İbrahimovun məzarı başındakı sosial şəbəkələrdə hələ açılmayan cinayətlə bağlı tanınmış şəxslərin də qatıldığı Elgün üçün susma aksiyası keçirilir. Doğma ocağında isə bugün 18 yaşlı gəncin 3 mərasimi təşkil olunur. Yüksək nəticələr toplayan uşaq olub, ağıllı uşaq olub, tərbiyəli uşaq olub, bütün müəllimləri, sinif yoldaşları, direktora kimi hamı gəlmişdi ki, bu nümunəvi bir şagird olub. Şərəf lövhəsində şəkli olan uşaq olub. Özümüz də şokdayıq. Anası çox şok vəziyyətindədir. Zəng gəldi, hamımız getdik xəstəxanaya. Getdik ki, xəstəxanada uşağı da demək olar ki, çox vəhşicəsinə, qəddarcəsinə uşağı döyüblər. Heç kəsin Allah balasına bunu, anaya bunu göstərməsi çox pis vəziyyətdədir, xəstədir. Cinayətkarların tutulmasını istəyirik. Başqa uşaqların bu vəziyyətdə olmamağını, başqa anaların gözü yaşlı qalmamağını istəyirik. İctimaiyyət, bütün analar, valideynlər hamı qorxur balalarını çölə buraxmağa. Ehtimallar çoxdur, hərə bir söz danışır, əsas sözü orqan işçilərindən gözləyirik. Çox vaxtı məndən idi, belə hazırlığa keyif gəlirdi bütün gün. Heç kimin işi yox idi. Neçə il tayla bir dəfə görmədim o uşaq ki, mənsə dalaşsın. Biz Elgünlə bir yerdə hazırlıqlara gedirdik bu il. Yəni çox vaxt bir yerdə olurduq. Mən 7 ildir tanıyıram. Bir dəfə olsun dalaşdığını görməmişəm. Əgər kimsə ilişsə belə həmişə üzr istəyirdi, aralaşırdı. Problem yaradılmasına icazə vermirdi. Gülər uşaq idi. Yəni heç kimlə problemi yox idi. Hər kəsin xətrini çox istəyirdi. Yəni belə olmağını heç kim qəbullana bilmir. Qeyd edək ki, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi olan Elgün İbrahimov mayın 12-sində Məmməd Xələfov küçəsində yerləşən köhnə yataqxananın həyətində vəhşicəsinə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində araşdırmalar davam etdirilir.